Mövcud geosiyasi oyunları, Avropa təsisatlarının riyakarlığının ölçü vahidi olan Ukrayna nümunəsini götürsək, Avropa Parlamentindən ədalətli yanaşmanı gözləmək sadəcə sadəlövhlük olardı. Avropa Parlamenti beynəlxalq hüquqa növbəti dəfə tüpürərək insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri hərbi əsir kimi görürsə, 30 ilə yaxın hüquqları pozulmuş azərbaycanlıları görməzdən gələrək öz xoşu ilə Qarabağı təhlükəsiz və necə deyərlər, burnu belə qanamadan tərk etmiş etnik ermənilərin qayğısına qalırsa, qətnamənin həmin müddəalarının sifarişli yazılması qətiyyən şübhə doğurmur. Avropa İttifaqının Azərbaycana qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə məhz Qarabağ və Şərqi Zəngəzura diplomatların növbəti səfəri ərəfəsində baş tutdu. Yəni, bu qətnamə kağız parçasıdır. Amma diplomatların, elə Avropalı diplomatların da daxil olduğu məhz bu heyətin qarşılaşdığı, gördükləri faktdır. Və Brüsseldə qəbul edilən qətnamənin mürəkkəbi qurumamış, Xocalı soyqırımı memorialında gözləri yaşaran əcnəbi ziyarətçilərdən danışmaq istəyirəm. 2 günlük səfər buradan, bəşər tarixinin növbəti dəhşətlərini özündə əks etdirən bax bu məkandan başladı. Ölkəmizdə fəaliyyət göstərən 62 ölkəni və beynəlxalq təşkilatları təmsil edən, sayıları təxminən 150-yə yaxın olan diplomatların, hərbi attaşələrin Qarabağ və Şərqi Zəngəzura səfəri son dərəcə tarixi əhəmiyyətə malik idi. 2026-cı ilin 26 fevralında açılış mərasimi keçirilmiş Xocalı soyqırımı memorialı bəşər tarixinin sükut nöqtələrindən biridir. Bura gələn hər bir insan elə insanlığa qarşı törədilmiş cinayətlərlə üz-üzə dayanır. Burada hər bir detal 26 fevral 1992-ci ildir. Hiss olunur ki, diplomatları dəhşətli heyrət bürüyüb. Yəni Azərbaycan beynəlxalq ictimaiyyətlə kağızla yox, faktla danışır. Burada diplomatlar sanki başqa bir müstəvidə idi və bəlkə bu səfərin özü belə diplomatiyaya yeni bir yanaşma gətirəcək. Çünki mən burada onları sadəcə diplomat kimi yox, həm də bir insan kimi gördüm. Yaddaşdan başlanan yolumuz Xankəndidə salınmış Zəfər Parkı ilə davam edir. Böyük səfərə aparan 44 pillə ilə Azərbaycan ucalığına qalxırıq. İndi də sükut var, amma bu sükut qürurun və böyük qələbənin diktəsidir. Dünya isə bax burada, bu sükutun nəbzini dinləyir. Qarabağda olmaqdan çox məmnunam. Bura çox gözəldir. Hökumət burada çoxsaylı layihələrin həyata keçirilməsi üçün ciddi səylər göstərir və bir çox sahədə uğurlar əldə olunur. Son 2 il yarım ərzində bura təxminən 10-cu səfərimdir. Hər dəfə Qarabağa gələndə böyük dəyişikliklərin şahidi oluram. Hər şey əvvəlkindən daha yenidir. Bir qədər keçir və bayaqdan bəri müşahidə etdiyimiz sükut sözün yaxşı mənasında Qarabağ Universitetində pozulur. İncəsənət Fakültəsinin tələbələri dünyaya Xankəndidən səslənir. Səslənən hər notun öz yaddaşı, öz zəfəri var. Biz universiteti ziyarət etdik və orada gəncləri öz gözlərimizlə gördük. Onların arzularını gördük. Buna görə əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Elə ilk fürsətdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə söhbətləşmək istəyirik. Suallarımız çoxdur. Əslində Hikmət Hacıyev Avropa Parlamentinə və digər riyakar təsisatlara illərdir ünvanlanan sualları cavablandırır. İşğal dövrünün acı təcrübələrindən biri, acı nəticələrindən də biri məhz itkin düşmüş şəxslər məsələsidir. Belə ki, bu günlərə qədər 4000-ə yaxın vətəndaşımızın taleyi barəsində hələ heç bir məlumat yoxdur. Və onların da əksəriyyətini məhz mülki şəxslər təşkil edir ki, işğal dövründə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzü dövründə bu insanlar əsir götürülmüş, girov götürülmüş və onların sonraki taleyi haqqında da məlumat olmamışdır. Təəssüflər olsun ki, bu dövr ərzində, yəni 30 il ərzində Azərbaycan Respublikasının ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərməsi üçün əlahiddə imkanlar yaradılmış və mandatının da əsasını məhz humanitar məsələlər təşkil etmiş Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bu barədə çoxsaylı məlumatlar toplanılsa da, amma hesab edirik ki, onlar işlərini axıra qədər başa çatdırmamışlar. Onların üzərinə düşən mandat sona qədər yerinə yetirilməmişdir. Belə ki, 4000-ə qədər insanlarımızın taleyi və onlara münasibətlə törədilən əməllər barədə biz hər hansı bir məlumat ala bilməmişdik. Növbəti sualımız isə Avropa Parlamenti
parlamentinin Azərbaycana dair qəbul etdiyi müddəalar haqqındadır. Bunu biz yalnız bir sözlə diplomatik rüsvayçılıq və diplomatik iflas adlandıra bilərik. Təəssüflər olsun ki, Avropa Parlamenti tərəfindən belə bir siyasət yürüdülür. Birinci onu qeyd edək ki, Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan Respublikası üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının bu təsisat qarşısında heç bir öhdəliyi yoxdur. İkincisi, Avropa Parlamenti bir təsisat olaraq bu kimi məsələlərdə mövqe bildirməyə xüsusi mandatı olan təşkilat da yoxdur. Bu məsələdə açıq demək lazımdır ki, Avropa İttifaqının parlament institutuna kim tərəfindən və yaxud da hansı dövlətlər tərəfindən belə bir mandat verilmişdir ki, onlar Avropa İttifaqının hüdudları xaricində olan bölgələr və yaxud da ölkələr, onların problemləri haqqında belə bir fikirlərlə çıxış etsinlər. Ona görə də bütövlükdə bizə bunun üçün heç bir əhəmiyyəti yoxdur. Amma bu nəyin göstəricisidir? Azərbaycan Respublikası bölgədə davamlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində ciddi addımlar atır. Gördüyünüz kimi Ermənistan-Azərbaycan normallaşma prosesində sülhün iqtisadi faydalarının formalaşması istiqamətində, Ermənistanın enerji təhlükəsizliyinə töhfə istiqamətində Azərbaycan tərəfindən ciddi addımların atıldığı şəraitdə və Azərbaycan Respublikası Baş nazirinin müavininin Ermənistana səfərindən bir gün keçməmiş Avropa İttifaqı tərəfindən belə bir rüsvayçı, diplomatik rüsvay adlandırıla biləcək qətnamə qəbul edilir. Bununla da Avropa İttifaqı parlamentində olan bu şəxslər başa düşməlidirlər ki, onlar bilavasitə sülh prosesinə əngəl yaradırlar. Onların törətdiyi addımlara biz pozuculuq, provokasiya və regionu yenidən müharibələrə, gərginliklərə sürükləmək addımı kimi biz bunu qiymətləndirə bilərik. Sonra Şuşaya yola düşürük. Yaddaşın, zəfərin, bu dəfə isə quruculuğun doğurduğu heyrətlə üz-üzəyik. Hər heyrətin özünə məxsus identifikasiyası var. Diplomat heyrəti. Mən Qarabağ və Şərqi Zəngəzura məhz bu səfər zamanı özüm üçün yeni bir termin kəşf etdim. Çünki ünsiyyətdə olduğum bütün diplomatlar, bütün xarici dipkorpusların nümayəndələri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri burada, Qarabağda və Şərqi Zəngəzurda gördüklərinə sadəcə heyrətlənirdilər. Ümumiyyətlə, qısa vaxtda bu ərazilərdə həyata keçirilən bərpa quruculuq işlərinin diplomatları heyrətləndirməsi açıq-aydın hiss olunur. Biz tikintinin bu qədər sürətlə irəliləməsinə çox təəccübləndik. Mən bura 3 dəfə gəlmişəm və hər dəfə yenə də çox təəccüblənirəm. Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Amy Carlin isə bir neçə gündür ki, Qarabağdaymış. Hökumətin bizə bu səfəri təşkil etməsindən həqiqətən məmnunam. Burada olmaq mənim üçün xoşdur. Şuşaya ilk gəlişimdir. Həftənin əvvəlində isə Füzuli və Ağdamda olmuşam. Vəziyyəti öz gözlərimlə görmək və burada olmaq çox xoşdur. Füzuli və Ağdamda gördüklərimi qeyd etmək istəyirəm. Xüsusilə avtovağzal və dəmir yolu vağzalı həqiqətən də möhtəşəm idi. Məktəbləri və kəndləri gördüm. Həmçinin yollar baxımından infrastruktur həqiqətən təsir edicidir. Bir zamanlar, yəni Biden administrasiyası dövründə Qarabağı dilinə belə gətirməyən Amerikalı diplomatlar indi özləri Qarabağı öyrənir. Onun dünyəvi əhəmiyyətindən danışırlar. Biz Şuşada milli və dünya irsinə sadiqliyimizi nümayiş etdirdik. Hətta onu da sübut etdik ki, Azərbaycan tolerant ölkə olmaq simasını heç vaxt itirməyib. Bu bizim genlərimizdədir. Biz Şuşada məscid tikirik. Qədim Alban məbədi olan Qazançı kilsəsini Bakıdakı erməni kilsəsi kimi qoruyur və bərpa edirik. Nəhayət, əsl iqtisadi həyatın qaynadığı, daha dəqiq desəm, iqtisadi möcüzənin baş verdiyi Laçına üst tuturuq. Buradakı aqrosənaye parkında fəaliyyət göstərən tikiş, mebel və ayaqqabı fabrikləri, heyvandarlıq müəssisələri və digər istehsalat obyektləri ilə tanışlıq baş tutur. Bir sözlə, Laçında sözün əsl mənasında iqtisadi möcüzə baş verir. Azərbaycan çox qısa müddətdə işğaldan azad etdiyi torpaqlarda bərpa quruculuq işlərinə başladı. Hazırda burada həyata keçirilən iqtisadi inkişaf layihələri Azərbaycanın növbəti dəfə qətiyyətli iradəsinin nəticəsidir. Biz qərəzli, boşboğaz iddialara artıq bəşəri dəyərə çevrilən Qarabağ və Şərqi Zəngəzuru dünyaya nümayiş etdirməklə cavab verdik. Bu belədir və belə də olacaq. Çünki indi Xocalının da,
Şuşanın da, Laçının da, Xankəndinin də hər qarışı Avropa parlamentindən daha böyükdür. Yaddaş, zəfər və quruculuq. Hər üçü Azərbaycan adlıcalıqdadır. Kamran Qasımov, Rahim Mustafayev, Real.